vəkil neynəməlidir? Hələ bundan yaxşı müsahibə götürməyi bacarmalıdır. Müsahibə götürməyin özü vəkil etikası ilə çox əlaqədardır. Məsələn, adam danışa bilməlidir. Adam gəlir, məsələn, vəkil səbirsiz olsa, onu necə yarım saat gəldiniz bizim təlimlərə. Bəli, bəli. Və vəkil səbirsiz olsa, yarım saat onu dinləmək lazımdır. Adam da var ki, aktiv dinləmə bacarığı. Bəli, adam da var ki, hocam, o yarım saat danışmasa rahat olmayacaq. Elə tiplər var. Bir çox vəkillər olub ki, tutaq ki, uzun müddətdən sonra böhran keçiriblər. Hətta stressə düşüblər. Hətta həddən artıq uzun müddətli depressiv, xroniki depressiya düşüblər. Necə? Bir müddətdən sonra adam ayılıb ki, əvvəl götürdüyü işlərdə konkret bunun səhv ucbatından adam böyük əmlakından məhrum olub. Yəni vicdanlı vəkil olub. Sadəcə olaraq çox araşdırmayıb, çox oxumayıb, düzgün məlumat almayıb və ola bilər ki, həmin şəxs, o olub bu kinolarda da var, bu real həyatlarda çox ciddi bir şəkildə depressiya keçirsin ki, mən həmin vaxtı filan məsələni daha yaxşı araşdırsaydım, daha yaxşı araşdırdığıma görə düzgün hüquqi müdafiə qursaydım və filan sübutları da istintaqda məhkəmədə ortalığa qoysaydım, mən bu işi udacaqdım. Amma mənə görə, onun xəbəri yoxdur. Necə ki, həkim şəxsi əməliyyat edəndə bilinmir ki, bu düz əməliyyat elədi, yoxsa səhv əməliyyat elədi. Əksər hallarda bu bilinmir. Özünün xəbəri olur. Heç adamın xəbəri olmur və adam dərk edir ki, doğrudan da mən burada həqiqətən yaxşı araşdırmadığıma görə, zəhmətkeş olmadığıma görə adamın evini yıxdım. Bu özündən qarşılaşırsınız. Bəli. Və bu çox çətin bir prosesdir. Saloğlu mebel rahatlıqla yanaşı sağlamlığa da zəmanət verir. Avropa istehsalı premium keyfiyyətli xam mal, ekoloji təmiz, antialergik materiallardan hazırlanan mebellərlə özünüzün və ailənizin qeydinə qalın. Mebeli Saloğlu'dan alın, rahatlığın fərqinə varın. Buonasera. Sən axı özün yaxşı bilirsən ki, bu çaya görə mən şəxsən Şri-Lankaya uçmuşam. Yaxınlarımız şu, əziz insanlarımız şu. Xahiş edirəm, Don, icazə verin bu çayın satışını təşkil edək. Hacı çay, imtina edilməyəcək təklif. Salam dostlar, Açar yenidən efirdədir. Yenə bu şəhərdə üz-üzə gəldik. Neyniyək? Ayrıca şəhərimiz yox. Bəlkə də biz xoşbəxt ola bilərdik, bəlkə də xoşbəxtdik, xəbərimiz yox. Bugünkü dəyərli müsafirim, dəyərli vəkilimiz Vamiq Şirovdur. Vamiq həm xoş gördük. Sağ olun, təşəkkür edirəm. Sizinlə tanışlığımız təxminən 2011-2012-ci illərə gedir. Elə sizi necə tanımışamsa, dəyərli insan kimi əsas budur. O cürdə varsınız, lap inkişaf eləmişsiniz, maşallah. Təşəkkür edirəm, sağ olun. Həm də siz vəkilsiniz. Vəkil kimdir? Vəkil barədə mən düşünürəm ki, bizim cəmiyyətimizdə təsəvvürlər tam deyil. Vəkilin bacarığı nə qədərdir? Vəkil ümumiyyətlə ittiham olunan şəxsi xilas edə bilərmi? Lap qabarıq dedimi? Bəli. Vəkil bacarıqlı olsa, onun işini yüngülləşdirə bilərmi? Və başqa bir sual. Vəkil ümumiyyətlə haqsızı haqlı çıxarda bilərmi? Aydındır, bəli. Buyurun. Bilirsiniz, insanlar vəkil barədə
düşünəndə, danışanda elə bu əsas sualları verirlər və bu biraz paradoks yaradır ki, vəkil necə olur? Məsələn, uşaq təcavüzünü həyata keçirən bir cinayətkarı müdafiə eləyir, qətl törədən insanı müdafiə eləyir. Çox çətin məsələdir bu. Və yaxud da küllü miqdarda dələduzluqla məşğul olan, insanların etibarından sui-istifadə eləyib, onları pis vəziyyətə qoyan adamları necə müdafiə edir? Ümumiyyətlə, bu uzun illərin hüquq tarixində, hüquqi yanaşmalarda, hüquqi nəzəriyyələrdə uzun müddət inkişaf eləyə gəlib, xüsusən Qərbi Avropadan, Amerika, İngiltərədən inkişaf eləyə gəlibdir bu nəzər nöqtəsi baxış. İki cür, belə deyək, hüquqda mühakimə metodu var. Bir var ittiham yönümlü mühakimə və bir də var çəkişmə tipli mühakimə. Bunlar nə deməkdir? İzah edin. İttiham yönümlü mühakimə budur ki, burada şəxs qabaqcadan təqsirli sayılır daha çox və onun üzərindən şəxs ittiham olunur. Aydındır. Və sübutlar da bu yöndə toplanılır. Yəni onun üzr istəyirəm, ittiham, müttəhəm olması, ittiham günahkar olması, təqsirkar olması artıq təsbit olunub sanki əvvəldən. Artıq təsbit olunur və bütün qanunvericilik də ona uyğunlaşdırılır. Lakin bu çox vaxt şəxslərin hüquqlarının pozulması ilə nəticələnir. Bəlkə heç günahsız deyil. Bəlkə də adam günahsızdır. Bəlkə də günahı var. Bəlkə də günahsızdır. Bəli, bəlkə də günahsızdır. Bəlkə də adam ittiham olunan dərəcədə günahkar deyil, təqsirkar deyil. Bu var. Bəlkə adam ittiham olunan cinayəti yox, başqa bir yüngül cinayəti törədir. Və bu təbii ki, bu kimi səbəblərdən asılı olaraq, xüsusən də belə bir məsələ var ki, əgər biz 5 nəfər tutaq ki, şəxs haqsız yerə, daha doğrusu belə bir deyim var ki, əgər bir nəfər şəxs haqsız yerə təqsirləndirilməsin, azadlıqdan məhrum edilməsin, eybi yoxdur. 5 nəfər şəxs, belə deyək, azadlıqdan azad olunsun. Yəni, belə deyək də, bir məhsumun ittiham olunmağındansa, məhkum olunmağındansa... Bir günahsızın. Bəli, günahsızın, təqsirsizin. Qoy bir neçə nəfər, məsəl üçün 5 cinayətkar azad olunsun. Belə bir yanaşma var ki, məhsumun, təqsirsizin, günahsızın bəraət alması, hüquqa inamı daha çoxaldır. İnsanların hüquqa uyğun hərəkət etməsinə, sonralar daha çox hüquqa uyğun hərəkət eləmələrinə vəsilə olur. Nəinki, deyək ki, bununla müqayisədə də, yəni təqsirkar şəxsin təqsirli hesab olunması, əsassız yerə təqsirli hesab olunmasının müqabilində nəinki bir neçə nəfər təqsirli şəxsin, cinayətkarın azad olunması və buna görə də bir müddətdən sonra, yəni onun öz hüquq tarixində, hüquq nəzəriyyəsi tarixində vaxtlar var. Bir müddətdən sonra hesab olundu ki, xüsusən Qərbi Avropada hesab olundu ki, çəkişmə prinsipi tətbiq olunmalıdır. Yəni şəxs təqsirli deyil, baxmayaraq ki, onun cinayət törətməyini hamı görür, sübutlar açıq-aşkardır, o təqsirli sayılmır. Yalnız məhkəmə qərarı ilə həmin şəxsin təqsirli hesab olunması barədə qərar qəbul olunarsa, ondan sonra şəxs təqsirli sayılır və təbii ki, burada əsas məqam odur ki, tərəflərə çəkişməyə şərait yaratmalıdır. Yəni, şəxs özünün günahsız olduğunu sübut etməyə borçlu deyil. Onun hüququ var özünün günahsız olduğunu sübut etməyə. Amma onun təqsirli olmağını ittiham tərəfi sübut eləməlidir. Tutaq ki, dövlət ittihamçısı, müstəntiq onun təqsirli olmağını sübut eləməlidir. Sübut etməyincə o günahsızdır. Bəli, onun cinayətdə təqsirli olması, cinayət törətməsi... Təqsirsizlik
təqsirsizlik prezumpsiyası sübuta yetirildiyi təqdirdə və məhkəmənin bu barədə ittiham hökmü çıxdığı halda o təqsirli sayıla bilər və məhkum oluna bilər. Qalan digər hallarda o təqsirsiz sayılır. Şəxsin yəni danışmamaq hüququ var. Məsələn, təbii ki, son müddət, ümumiyyətlə son vaxtlarda, son dövrlərdə, son bir neçə ildə Azərbaycanın məhkəmə hüquq sistemi də dəyişməyə doğru gedir, islahatlar aparılır və bu istiqamətdə də tez-tez məsəl üçün bu əvvəllər görülməzdi. Məsəl üçün hakimlər bir də görsən xüsusən cinayət məhkəmələrində, ağır cinayətlər məhkəmələrində hakimlər deyirlər ki, təqsirləndirilən şəxsi deyək ki, hüquqlarını izah eləyəndə deyirlər ki, sənin yalan danışmaq hüququn var. Bu da yenə təqsirsizlik prezumpsiyasından irəli gəlir. Yəni təqsirləndirilən şəxs yalan da danışa bilər, danışmaya bilər, deyir susmaq sənin hüququndur. İbtidai istintaqdan başlayaraq, yəni tutulduğu andan, saxlandığı andan, ittiham elan olduğundan, lap belə deyək, ilkin dövrlərdən başlayaraq düz məhkəmədə hökm çıxana qədər yalan danışa da bilər təqsirləndirilən şəxs, susa da bilər, çaşdıra da bilər. Hansı vasitə ilə istəyirsən özünü təqsirsiz olduğunu sübut et. Bəli, və məhkəmədə də o sübut olunmalıdır və bu iki sistemdən həm ittiham tərəfi, yəni deyək ki, dövlət ittihamçısı, ibtidai istintaqda müstəntiq prokuror şəxsin cinayət törətməsini israr eləyir, onu sübut edən dəlilləri ortalığa qoyur. Müdafiə tərəfi isə, təqsirləndirilən şəxs və onun vəkili isə şəxsin təqsirsiz olduğunu göstərir. Ümumiyyətlə susur, onun əleyhinə olan dəlillərin əsassız olduğunu sübut eləməyə çalışır. Yəni susa bilər, heç nə danışmaz, etiraf eləməz, amma irəli sürülən sübutların qanuna zidd olduğunu, qanuna zidd toplandığını, düzgün olmadığını irəli sürə bilər. Aydındır. Və bu iki elementdən istifadə olunduqda həqiqət daha düzgün ortalığa çıxır. Yəni, hocam, siz bilirsiniz də, yəni fəlsəfədə də belə məsələ var, dialektika, həqiqət ziddiyyətlər olanda üzə çıxır. Bunu məhkəmə, mühakimə sisteminə də gətiriblər və orada da müdafiə tərəfi, ittiham tərəfi ilə bir-biri ilə savaşanda, qanuna uyğun savaşanda, çarpışanda həqiqət ortalığa çıxa bilir. Aydındır. Çox maraqlı, çox maraqlı. Vamiq müəllim, çox gözəl bir məsələyə toxundunuz. Güvən məsələsi. Bəli. Güvən məsələsi. Demək, siz dediniz ki, bu ikinci yanaşmaya əsasən, çəkişmə yanaşmasına əsasən hüquqda deyilir ki, bir təqsirsiz, günahsız, təqsirsiz, günah burada hüquqi mənada günah işləndirir. Burada o dini əxlaqi mənada yox. Təqsirsiz insanın demək, məhkəmə zalından azad edilməsi, belə deyək, sadə dildə, daha çox dəyərlidir. Və insanlarda hüquqa, dövlətə daha çox güvən yaradır. Nəinki 5 dənə hazırda təqsiri bilinən insanın həbsdən azad edilməsi. Bəli, bəli. Bu çox möhtəşəm bir şeydir. Güvən. Yaxşı, sual buradadır. Demək, bu ikinci yanaşmaya görə, indi bu ikinci yanaşmanın, hüquqi yanaşmanın təkcə o şey məsələsində, mühakimə məsələsində yanaşmaları yoxdur da. Başqa məsələlərdə də yəqin ki, fərqli yanaşmaları var. Mən təxmin edirəm ki, bunların fikrinə görə hüququn ümumiyyətlə missiyası cəzalandırmaq deyil, güvən yaratmaqdır. Bəli. Bu çox dəhşətli bir şeydir. Hüququn missiyası, hüquq fəlsəfəsində belə bir bəhs var da, hüququn ümumiyyətlə cəzanın fəlsəfəsi nədir? İslah etmək, yoxsa sırf cəzalandırmaq? Əgər sırf cəzalandırmaqdırsa, onda edam hökmünə bəraət var. Əgər islah etməkdirsə, edam hökmünə bəraət yoxdur da, belə çıxır. Bəli. Çünki da adamı öldürdün, getdin, nə islah etmək? Bu güvən məsələsində biraz danışmaq istəyirəm, bir 5 dəqiqə. Çünki bu çox vacib məsələdir. Əlbəttə, çox vacib məsələdir. Gedir emosional zəka, yumuşaq bacarıqlar, o tərəflərə gedir, idarəçilikdə. Biz onun dərslərini keçirik. Bu güvən nə deməkdir? Güvən deməli hüquqi termindir də həm də. Bilirsiniz, hüquqa müxtəlif yanaşmalar var da, hüquq nəzəriyyələri var. Bəli. Hüququn yaranması
görə, hüququn mənşəyinə dair. Hüquq fəlsəfəsidir də bu. Bəli, bu hüquq fəlsəfəsidir. Burada əsasən iki yanaşma var və onların qarşılığından meydana çıxan nəzəriyyələr var. Aha. Bir təbii hüquq nəzəriyyəsidir. Yəni bu o deməkdir ki, şəxsə ya bu da iki növə bölünür. Deməli, materialist təbii hüquq yanaşması və yaxud da biz buna deyə bilərik idealist hüquq, təbii hüquq nəzəriyyəsi. Birində ilahi tərəfindən hüquqlar verilir, anadan olduğu andan. Toxunulmaz, pozulmaz hüquqları var. Məsələn, azadlıq hüququ. Bəli. Və yaxud da təbiətdən irəli gəlir bu. Aydındır, materiyadan. Burada bunun mənşəyi önəmli deyil. Təbiətdən yoxsa ilahidən təbii hüquqlar oldu ki, anadan gəlmə bunun hüquqları var. İndi bu hüququ kim verib, o mənşəyi? Əlbəttə. Aydındır. Məsələn, bizim konstitusiyamızda qeyd olunur ki, hər bir şəxsin doğulduğu andan toxunulmaz və pozulmaz hüquqları var. Bax, bu təbii hüquq nəzəriyyəsidir. Aydındır. Məsələn, mülkiyyət hüququ. Bəli. Bu elə bir hüquqdur ki, indi biraz sizin yanınızda bunu demək cəsarət tələb edir. Yəni, məsəl üçün, Hegel deyirdi ki, mülkiyyət şəxsin azadlığının təsdiqidir. Yəni, hər bir şəxs azad olmaq istəyir. Azad olmaq təkcə daha çox həm də mülkiyyətlə bağlıdır. Bəli. Yəni bu qələm mənimdir. Bəli. Anadan olandan özünü başa düşəndən nəsə əldə etməyə çalışır və onu artırmağa çalışır. Onun vasitəsilə də bir çox müsbət və ya belə deyək də mənfi hərəkətlər eləmək istəyir. Ona görə də mülkiyyət onun azadlığının bir növ təsdiqinə çevrilir. Azadlıq hüququ, məsələn, hərəkət etmək azadlığı bura aid ola bilər. Və digər məsəl üçün siyasi, sosial, iqtisadi bəzi hüquqlar var ki, bunlar təbii hüquqlar sayılır. Təbii ki, təbii hüquqlar əxlaqa belə deyək, dirəndiyindən, əxlaqa gedib çıxdığından bu hüquq, yəni o mənada əxlaqa gedib çıxır ki, yəni şəxsin hüquqlarını heç kəs poza bilməz. Bəli. Niyə poza bilməz? Burada müxtəlif əxlaqlar ola bilər. Məsəl üçün, bəziləri deyə bilər ki, şəxsin hüquqları ona görə pozula bilməz ki. Məsələn, bu, deyək ki, filan dindən irəli gəlir, ya filan əxlaqi prinsiplərdən irəli gəlir. Əxlaqi prinsiplər isə zamana görə dəyişə bilir, yerlərə görə dəyişə bilir. Bu məsələlər yaş qruplarına, cinslərə görə dəyişdiyinə görə, ona görə bu bir çox hallarda mübahisələrə səbəb olur. Bu təbii hüquqlar məsələsində. Ona görə bir müddət sonra, belə deyək də, o təxminən eyni dövrlərdə və ya bir müddət sonra pozitiv hüquq nəzəriyyəsi ortalığa çıxdı ki, hüquq, yəni hər kəsin dediyi, bəli, siz buna deyirsiniz ki, bu təbiidir. Yəni, insan doğulduğu andan əmələ gəlir. Amma hələ buna bir məna verirsiniz. Məsəl üçün, azadlıq. Qadının azadlığını deyir, məhdudlaşdırırsınız. Çünki hesab edirsiniz ki, bu təbiidir. Və yaxud da vaxtı ilə təbii hüququn, məsəl üçün, olduğu dövrlərdən biri də deyək ki, məsəl üçün, nəzəriyyələrin olduğu da, məsəl üçün, Aristotel. Qədim Yunanistanda o qulları hüquq subyekti saymırdı. Bu təbii hüquqdur, sual yaranır. Məsəl üçün. Pozitiv hüquq irad tutur təbii hüquqa. Bəli, pozitiv hüquq irad tutmağa başladı və belə deyək, ortalığa çıxdı ki, ümumiyyətlə hüquq suverenin dediyidir, dövlətin dediyidir. Bu çox ola bilər. Bu, kralın dediyi ola bilər, dövrlərdən asılı olaraq parlamentin dediyi ola bilər, hüquq yaradan orqanlarında, belə deyək, qanunverici hüquq yaradan orqanların dediyidir. Deməli, dövlət yoxdursa, hüquq da yoxdur. Bəli, bax, belə bir anlayış çıxdı ortalığa. Lakin bu da bir müddətdən sonra, yəni pozitiv hüquq da öz, belə deyim, bəhrəsini verdi. Amma bir müddətdən sonra onun da yetərsizliyi ortalığa çıxdı ki, məsəl üçün, hüquq subyektinin, hüquq yaradıcının, qanun qoyucunun hər dediyi hüquqdurmu? Tutaq ki, məsələn, Adolf Hitlerin, faşistlərin. Onlar, məsəl üçün, bir qrupu hesab edirdi ki, onların hüququ yoxdur. Düzdür? Bəzilərinə hüquqlar verirdi. Bəli. Bu hüquqdurmu? Və yaxud da belə misal çəkirlər ki, tutaq ki... Özü qanunlu hökumət idi. Əlbəttə, qanunlu hökumət idi. Yəni, seçkilərlə gəlmişdir. Bütün xalqda səs vermişdir. O hüququ da qəbul eləmişdir. Tam legitim hökumət idi. Və yaxud da bir ərazidə lokal misal çəkirlər ki, deyək ki, bir qrup şəxs həmin ərazini, bir kəndi, qəbiləni işğal edir, orada yeni qaydalar qoyur. Qanunsuz işğal edir. Onların qoyduğu qaydalar hüquqdurmu? Bu da bir mübahisə yaratdı. Və ona görə dedilər ki, yox, növbəti məsələdə belə bir hal çıxdı ki, məsələn, Hart
deyək ki, səhv eləmirəmsə, Skandinav yoxsa Amerikan ola bir qarışdırıb Hart belə bir nəzəriyyə ortalığa qoydu ki, hüquq filosofu. Bu artıq 20-ci əsrdir də. Bəli, bu 20-ci əsrə gəldik, çıxdıq ki, belə bir məsələ qoydu ki, hüquq deməli, həm də insanların müşahidə elədiyi, insanların müşahidə elədiyi sosial qaydalardır. Yəni bu müsbət praktiki qaydalardır. O bayaq güvən məsələsinə gəldim, çıxdım. Yəni insanlar hüququ həm də onlara xeyir verdiyinə görə, praqmatik olduğuna görə, faydalı olduğuna görə, ümumi təhlükəsizliyi, ümumi xeyri müdafiə elədiyinə görə, tənzimlədiyinə görə xidmət, belə deyim, yəni daha çox insanların sosial baxımdan uzun illər praktikada öz təsdiqini tapdığına görə hüquq o qaydaları müdafiə eləməlidir. Buna sosial qaydalar deyilir, faydalı qaydalar deyilir və bu müşahidə olunur. Hüquq təkcə cəzalandırma ilə olmur deyilir. Bu sosial qaydalar mütləq möhkəmlənməlidir. Məsəl üçün deyək ki, biz bunu görürük da, məsəl üçün deyək ki, artıq məsəl üçün Azərbaycanın özündə belə, hətta bu Qərbi Avropa dövlətlərinin zəngin hüquq təcrübəsi keçiblər də. Amma bunu biz, məsəl üçün, bir sıra dövlət orqanlarının timsalında ölkəmizdə də görürük ki, müsbət sosial praktika var. Deyək ki, asan xidmətlərdə. Məsəl üçün, biz burada rahat gedib bir çox, deyək ki, hüquqlarımızı rahat bir şəkildə həyata keçiririk. Məsəl üçün, əvvəllər insanlar öz mülkiyyət hüquqları barədə çıxarışları, kupsaları da, məsəl üçün, almaqda çox çətinlik çəkirdilər. Burada qeyri-qanuni hallar var idi, süründürməçilik var idi. Amma indi insanlar gedir onu 5 iş günü müddətində artıq rüsum ödəməklə, məsələn, və yaxud da az rüsum ödəmək istəyirsən 20 iş günü müddətində gedib çıxarış ala bilirlər. Bu o qədər təkrar olunur ki, və yaxud da növbə mədəniyyəti o qədər təkrar olunur ki, məsəl üçün, məhkəmədə hakimin işə ədalətlə baxması o qədər təkrar olunur. Yol nəqliyyat hadisələrinə, qaydalarına əməl olunması və bütün qaydaları belə götürək də bu. O qədər bunlara əməl olunur ki, həm də faydalıdır deyə. Bu artıq sosial qaydaya çevrilir. Və bu məsələlər çıxır ortalığa. Amma məsəl üçün sonra bundan, belə deyək də, hüquq filosofları yetinmədilər. Güvən baxımından deyirəm. Yəni, hər bir belə deyim, həyatda, praktikada bir qaydaya çevrilən, müşahidə olunan qaydalarda hüquqa uyğun olmur. Bunlar qanuni qaydalardır. Amma hər qanuni qayda hüquqa uyğundurmu? Hüquqa uyğundurmu? Məsəl üçün, belə bir məsələ çıxır ortalığa. Bunda, məsələn, filosoflar hesab elədilər ki, hüquq filosofları, ola bilər mən adları yadımdan çıxardım, bir nəzəriyyə tarixi olaraq bunu deyirəm də, hesab elədilər ki, yox, burada hüququn prinsipləri önəmlidir. Hər şey hüquq demək deyil. Ola bilər hansısa bir qanunu qəbul eləyərik, o hüquqa uyğun qəbul olunubdur. Yəni, insanlar da lap onu tətbiq ediblər. Amma bu hüququn prinsiplərinə uyğun olmalıdır. Hüququn prinsipləri nədir? Tutaq ki, mülkiyyət hüququ, mülkiyyətin toxunulmazlığı prinsipi, təqsirsizlik prezumpsiyası, məsələn, deyək ki, azadlıq hüququ, şəxsi həyatın toxunulmazlığı, elə prinsiplər var ki, hüququn üstünlüyü, insan hüquq və azadlıqlarının qorunması prinsipi, bunlar hamısı hüququn prinsipləridir və ola bilər hansısa hakim qərar qəbul edəndə o prinsiplərə zidd olduğuna görə qanunu tətbiq eləməsin. Bu normal yanaşılır. Bu normal qəbul olunur. Belə bir məsələn var və ona görə bura qədər gəlib çıxıb hüququn inkişafı. Yəni, belə deyək, hər şey həm də hüquq demək deyil. O ola bilər sosial həyatda tam bərkiyər, möhkəmlənər, qanun olar, dövlət tərəfindən qəbul olunur, amma o hüququn prinsiplərinə zidd olar. Aydındır. Məsəl üçün, o zaman o tətbiq olunmayacaq. Demək, möhtəşəm. Biz neçə illərdir tanışıq. Mən hələ indiyə qədər siz mənə dərs deməmişdiniz. Fürsət olmamışdı sizdən dərs alım. Bugün sizdən dərs alıram, öyrənirəm. Vamid müəllim möhtəşəmdir. Demək, 2 dənə bu demək ingilis dilli Anglo-Sakson. Anglo-Sakson hüquq sistemi ilə qitə hüquq sistemi arasında common law. Bəli. Fərqlər var. Fərqlər var. Common law-da səhv etmirəmsə, belədir, indi bunu sizə ötürəcəm. Bu 3-4 dəqiqə deyərik, həm mən öyrənim, həm də tələbələr öyrənsinlər. Deməli, hakim yeni qaydalar tətbiq edə bilər də. Bəli, bəli. Ümumiyyətlə, bilirsiniz necədir? Anglo-Saksonda belədir. Yəni, İngilis dilli Amerika, İngiltərə
Avstraliya, Kanada. Bəli, bu hüququn müəyyən qədər mənalandırılmasından irəli gələn bir şeydir. Hüququn təfsiri ilə bağlıdır, izahı ilə bağlıdır. Yəni söz izah olunmağa məhkumdur. Söz izah olunmasa, mənalandırılmasa, biz onu başa düşə bilməyəcəyik. Bayaq Azərbaycandan misal çəkim. Vaxt var idi ki, Azərbaycanda tələbələr də maraqlı olsun deyə bir dənə hüquqi misal çəkim. Var qanunda özbaşına tikili. Özbaşına tikili, tikinti normalarına uyğun olmayan, müvafiq icazələr alınmadan, qeyri-qanuni, yəni çıxarışsız, qupsasız torpaqda tikilən yaşayış sahələrdir və yaxud da qeyri-yaşayış sahələrdir. Əvvəllər tutaq ki, ərlə arvad evlənirdilər, köçürdülər o özbaşına tikiliyə, orada yaşayırdılar. Buna indi gecə qondu da misal üçün deyilir. Sənədsiz. Bəli. Deyək ki, qadın münaqişə olurdu, evdən qovalanırdı və məhrum olunurdu o yaşayış sahəsində. Qadın götürüb məhkəmədə iddia qaldırırdı ki, mən ora köçürülmək istəyirəm, mənim ora köçürülməyim barədə qətnamə qəbul olsun. Hakimlər onu bir mənalı rədd edirdilər. Rədd edirdilər ki, axı bu ev sənədi yox. Öz başına tikilidir. Bu ümumiyyətlə əmlak olaraq hüquq bunu tanımır. Mən necə qərar çıxardım, necə qətnamə çıxardım. Amma bir müddətdən sonra onu deyirəm, qanun da onu dəstəkləyirdi. Yəni formal qanun, o qanuni qaydalar deyək də. Formal qanun onu təsdiqləyirdi ki, doğrudan da yəni öz başına tikirlər, hər hansısa bir hüquqi aktların, hüquqi qərarların obyekti ola bilməz, satıla bilməz, alına bilməz, bağışlayın, ona görə təmin olunmur bu iddialar. Amma ölkədə məsəl üçün öz başına tikirlər çoxdur. Düz deyil. Və bu barədə iddialar çoxaldı. Və buna uyğun da sosial narazılıqlar çoxaldı ki, yaxşı, onda elə hamı hüquqdan sui-istifadə eləyəcək də, insanların yaşamaq hüququ var, bu evdə uzun müddət yaşayıbdır, bu da yaşayış sahəsinin tələblərinə cavab verir. Nə olsun ki, qanunsuz tikilidir, öz başına tikilidir. Burada insanların mənzil hüququ yaranır, mənzildə yaşamaq hüquqları formalaşır. Axı biz hər şəxsi, hər iddianı belə rədd eləsək, onda yəni sosial problemlər yaranır. Hakimlər bunu götürdü başqa bir hüquq norması ilə izah eləməyə başladılar ki, konstitusiyada mənzil məzəlləsində hər kəsin mənzil hüququ var, mənzil toxunulmazlığı var. Mənzil hüququ nədir? Mənzil toxunulmazlığı nədir? Heç kəs qanunsuz olaraq mənzildən məhrum oluna bilməz. Yaşamaqda bu normalara əsasən həmin şəxsləri qanunsuz tikili olsa da, çıxarıcı olmasa da bu iddiaları təmin etməyə başladılar. İndi burada nə çıxır ortalığa? Deməli, hüquqa məna verməkdən çox şey asılıdır. Və ona görə də belə bir... Yəni, hakim əslində həm də hüquq filosofu olmalıdır. Bəli. Hüququ başa düşməlidir. Əlbəttə, ona görə də... Hüquq nədir ümumiyyətlə? Çox önəmli məsələdir başa düşmək. Ona görə də belə bir prinsip var ki, hüquq hakimə məlumdur. Biz onu bəzən yanımıza gələn könüllü tələbələrə, stajyorlara da deyirik ki, yəni bizə də belə deyiblər də, hüquq sanki quş dilidir, Süleymanın dilidir. Yəni o mənada ki, onu hər adam başa düşənmir də, yəni bir təvazökarlıqdan kənarı. Çünki bunun üçün hüquqşünaslar 4 il, 6 il, 10 il oxuyurlar, hakim olurlar, müdafiəçi olurlar, vəkil olurlar, prokuror olurlar. Onların bir camiyyəsi formalaşır, orada başa düşülür. Və bu hər şeyə aiddir, elə həkimlərə də aiddir. O dili özləri bilir də. O baxımdan gərək bu dili biz başa düşək, bilək. Bunu da bilmək üçün mənalandırmaq lazımdır. Mənalandırmanı deyilən kimdir? Sonda hakim. Ona görə məsəl üçün deyirik ki, məhkəmə qərarlarını çox oxu ki, tələbiyə, özümüzə də deyirik ki, çox oxuyaq ki, biz hüququ başa düşək. Çünki son mənalandırma yeri, qərar çıxarma yeri, hökmün qəbul olunduğu yeri haradır? Məhkəmədir. Hər şey məhkəmədə aydınlaşır. Ona görə hüquq ancaq hakimə məlumdur. Məhz buradan başlayaraq, yəni Anglo-Sakson, İngilis hüququnda hesab olunurdu ki, onsuz da hüququ hakim müəyyən edir. Qoy hakim... Nə deyirsə odur. Nə deyirsə hüquq olur. Ona görə də onlarda belə məhkəmə qərarları ilə hüququ hakimlər müəyyən etməyə başladılar. Amma onların da asılılıqları oldu. Necə asılılıqları oldu? Əvvəlki qərarlarına, oxşar qərarlara tabe olmağa başladılar. Məhkəmə presidenti hüququ. Yəni, məsəl üçün, deyək ki, bir hakim hansısa bir hüquqi keysdə qərar qəbul edəndə özündən əvvəlki hakimlərin hər qərarı yox, apellyasiyada adətən ali məhkəmədə qüvvəsini almış qərarlarına tabe olmağa başladı.
Beləcə həyatın içindən hüquq formalaşmağa başladı. Əslində bu bütün hüquqlar üçün, amma Roman German hüquq üçün, yəni qitə Avropasının kontinental hüquq üçün xarakteri xüsusiyyətləri. Roman German adlanırdı o. Bəli. Qanun nə deyirsə hüququdur. Ayso. Bu birazca nədən irəli gəlir və pozitivizmdən irəli gəlir. Yəni qanunda, amma bu da son anda yenə də bayaqçı çəkdiyim Azərbaycan hüququnda təcrübədə çəkdiyim misalla əlaqədar olaraq yenə də hakim nə deyirsə hüquq ona gəlib çıxır. Amma kardinal fərq budur ki, biz Roman German hüquq sistemində, yəni hakimlər özündən hüquq yarada bilməzlər. Əvvəlki məhkəmə qərarlarına hüquq qərar qəbul etmək üçün istinad edə bilməzlər. Əvvəlki məhkəmə qərarlarını, qanunlar nə deyir? Məcəllədə nə yazılıbsa odur. Bəli. Amma hər deyiləni yox. Yəni Roman German hüquq sistemində təfsir məsələsi var. Yəni hüququn şərhi məsələsi var. O şərhlər var. Yəni tutaq ki, deyək ki, məsələn soyuq silah. Soyuq silah o demək deyil ki, bu soyulmuş silahdır. Yəni adətən bu soyuq silah bıçaq, deyək ki, bərk əşyalarla, kəsici əşyalarla vurulan xəsarətlərin yetirilməsi zamanı istifadə olunan silahlar soyuq silahlardır. Və yaxud da deyək ki, məsəl üçün hüquqda bəzən ola bilər ki, yazılar ki, vətəndaşın falan hüququ var. Biraz ki, bu əcnəbiyə aiddir, çünki o vətəndaş deyil axı. Bu bəsit izahlardır da, amma hüquqda təfsir, izah çox önəmlidir. Bu hüququn canıdır. Yəni Roman German hüquq sistemində də o qanunları real həyata uyğunlaşdırmaq çox çətindir. Çətin olduğuna görə də həmin hüquq sistemində hüququn təfsirindən geniş istifadə olunur. Orada da son anda hakimindir diyoruz. Aydındır. Deməli Roman German hüquq sistemi, bir də Anglo-Sakson hüquq sistemi. Bu Anglo-Sakson hüquq sistemi ingilis dilli ölkələrdədir. Roman German isə Fransa, İtaliya, İspaniya, qitə Avropası deyirlər bunlara. O cümlədən biz də Roman German hüquq sisteminə daxil. Bizdə də o cürdür. Roman German. Bu Anglo-Sakson hüquq sisteminə bunu deyirəm, keçirəm. Anglo-Sakson hüquq sisteminin Roman Germanla fərqini Vamik müəllim izah elədi. Əsas fərqlərdən biri bundan ibarətdir ki, Anglo-Saksonda hakim situativ qərarlar çıxarda bilər. Situasiyaya uyğun hüququn yeni qanunlarını ərsəyə gətirə bilər. Çünki o hakimdir. O nə desə, qanun odur. Bu, həmin bu Amerikada, Anglo-Sakson sistemdə pragmatizm fəlsəfəsi var da. Onunla uyuşur. Yəni, əsas insanların faydalılıq prinsipidir. Cəmiyyətlə o alış-verişdə çox sıxdır, çox önəmlidir. Möhtəşəm. Keçirik növbəti suala. Vamik müəllim, siz vəkil kimi praktik sual verəcəm. Bu günə qədər neçə insanın ümidini doğrultmusunuz? Əlbəttə ki, bu barədə danışmaq təvazökarlıqdan Yox, təvazökarlıq etməyin. Nəyə görə? Bu həm də vacibdir ona görə ki, bizim dinləyicimiz bilsin ki, Azərbaycanda bacarıqlı vəkil var və insanların hüquqlarını təsbit etməyi bacarır, buna zəmin var. Vəkilin dəyəri var. Bax, bu mənim üçün çox önəmlidir. Vəkilin dəyəri. Bilirsiniz hocam, burada əsas məsələ budur ki, vəkillə həkimə daha çox reklam olunmaq qadağandır. Yəni bunun da güvənlə, bunun da vəkillə, bacarıqlı vəkillə birbaşa əlaqəsi var. Dolayı yolla. Niyə birbaşa əlaqəsi var? Çünki vəkil bu reklam məsələsi qanunda qadağan olub bizdə. Bəli. Yəni həm həkimlərə aiddir bu reklam məsələsinin. Gecə-gündüz həkimlərin reklamı görürük biz. O qadağandır. Qadağan olunmasına baxmayaraq pozuntular təəssüf ki, hələ də davam edir. Eyni zamanda bu vəkilliyə də aiddir. Çünki bir vəkil üçün ən önəmli məsələ, o sizin də təbii ki, təlimlərinizdə, mühazirələrinizdə geniş deyibsiniz, o sərt bacarıqlar, yumuşaq bacarıqlar məsələsi var. Vəkillikdə yumuşaq bacarıqlar etik tərəfi.
vəkilliyin etik tərəfi, ümumiyyətlə hüququn etikası, hüququn çox önəmli məsələdir. Həddən artıq önəmli məsələdir. Niyə önəmli məsələdir? Məsələn, bizim vəkil yoldaşlardan biri deyirdi və haqlıqla deyirdi. Deyirdi, məsəl üçün, qanunları bilmək o qədər də çətin bir şey deyil. 6 ay ərzində insan oturar, bir il ərzində gecə-gündüz. O qanunları da deyərsiniz də bizə. Hansı qanunlarda onu da deyərsiniz. Bəli, hüququ öyrənər, əsas sahəvi qanunları. Məsəl üçün, mülki məzəlləni. Neçə məzəllədir? Əsas tətbiq olunan bir neçə məzəllə var da. Cinayət məzəlləsi, mülki məzəllə, bunların tətbiqinə dair məhkəmədə istintaqda tətbiqi necə olmalıdır? Mülki prosessual məzəllə, cinayət prosessual məzəllə, inzibati prosessual məzəllə, inzibati xətalar məzəlləsi, ailə məzəlləsi, daha çox hüquq tətbiq olunan hüquqi mənzil məzəlləsi. Bəli, mənzil məzəlləsi. İnsanlar bunları deyək ki, gecə-gündüz əzbərləyər, hüquq alimlərinin kitablarında oxuyarlar. Bir hüquqşünas, peşəkar bir hüquqşünas, təcrübə bir hüquqşünas ona hər şeyi öyrədər və insan olar hüquqşünas. Amma bunun etika tərəfini, yəni vəkil etikası, hüquq etikası tərəfini, yəni hüquqşünas, tutaq ki, bir vəkil öyrənməsə, o heç vaxt bazarlıqlı vəkil ola bilməz. Bax, sual burada çıxır ortalığa. Bazarlıqlı məsələsindən ora gəlib çıxmaq istəyirəm. Yəni, məsələn, tutaq ki, bizim görkəmli vəkillərdən biri deyirdi ki, məsələn, hüquqşünas, vəkil ən azı 3 saat stolunda oturub, araşdırma parmağı, yazmağı bacaran adam olmalıdır. Yəni, əziyyət çəkmək, zəhmət, bu peşə, bəli, bu peşə çox... Müasir dövrün ən çətin məsələsi. Bu həddən artıq vacib bir məsələdir. Yəni, məsələn, bir insan əgər otura bilmirsə, araşdıra bilmirsə... O mənə də aiddir. Bəli, bu necə bacarıqlı vəkil ola bilərsin? Bu, həm də etik tərəfdir. Mən həmişə, məsələn, üzr ifadəmə görə, bu hüquq etikasında həmişə vurğulanır. Hüquq etikasında vurğulanır ki, istənilən hüquqşünas zəhmətlə məsələləri araşdırmalıdır. Yəni, niyə araşdırmalıdır? Şəxs müraciət edir vəkilə. Müraciət edir və bunun hüququnun qorunmasını xahiş edir. Ona tutaq ki, iddia qaldırıblar, hansısa bir cinayətdə ittiham olunur, pul tələbi var, pul almaq istəyir, ondan pulu tələb edirlər. İstənilən bir hüquqi problem müraciət edir. Vəkil neynəməlidir? Hələ bundan yaxşı müsahibə götürməyi bacarmalıdır. Müsahibə götürməyin özü vəkil etikası ilə çox əlaqədardır. Məsələn, adam gəlir, məsələn, vəkil səbirsiz olsa, onu necə yarım saat dinləyəcək? Gəldiniz bizim təlimlərə. Bəli. Və vəkil səbirsiz olsa, yarım saat onu dinləmək lazımdır. Adam da var ki... Aktiv dinləmə bacarığı. Bəli, adam da var ki, hocam, o yarım saat danışmasa rahat olmayacaq. Elə tiplər var. O danışmalıdır. Özünü yarım saat ifadə eləməsə, ikinci bir məsələ çıxacaq ortalığa. Bəyəm, hər danışanın hamısını biz şikayətdə, etirazda, sənəddə ifadə eləməliyikmi? Yox. Oradan daha çox hüquqi case üçün, hüquqi problemi başa düşmək üçün vacib məsələləri başa düşmək lazımdır. Yəni, hüquqi problemi başa düşmək, hüquqi problemi həll eləməyin yarısıdır. Onu da başa düşmək üçün düzgün müsahibə almaq lazımdır. Düzgün müsahibənin özünün qaydaları var və sonra bunu araşdırmaq lazımdır. Araşdırandan sonra vətəndaşa müraciət edən şəxsə işin perspektivini bildirmək lazımdır. Və perspektivi bildirməkdə çox çətin olur. Məsəl üçün, bir çox vəkillər olub ki, tutaq ki, uzun müddətdən sonra böhran keçiriblər, hətta stresə düşüblər, hətta həddən artıq uzun müddətli depressiv, xroniki depressiya düşüblər. Necə? Bir müddətdən sonra adam ayılıb ki, əvvəl götürdüyü işlərdə konkret bunun səhvi ucbatından adam böyük əmlakından məhrum olub. Yəni, vicdanlı vəkil olub. Sadəcə olaraq çox araşdırmayıb, çox oxumayıb, düzgün məlumat almayıb və ola bilər ki, həmin şəxs, o olub bu kinolarda da var, bu real həyatlarda da çox ciddi bir şəkildə depressiya keçirsin ki, mən həmin vaxtı filan məsələni daha yaxşı araşdırsaydım, daha yaxşı araşdırdığıma görə düzgün hüquqi müdafiə qursaydım və filan sübutları da istintaqda məhkəmədə ortalığa qoysaydım, mən bu işi udacaqdım. Amma mənə görə, onun xəbəri yoxdur. Necə ki, həkim şəxsi əməliyyat edəndə bilinmir ki, bu düz əməliyyat elədi, yoxsa səhv əməliyyat elədi. Əksər hallarda bu bilinmir.
özünün xəbəri olur. Heç adamın xəbəri olmur və adam dərk eləyir ki, doğrudan da mən burada həqiqətən yaxşı araşdırmadığıma görə, zəhmətkeş olmadığıma görə Aydındır. adamın evini yıxdım. Bu özündən qarşılaşır. Bəli, Və bəli. bu çox çətin bir prosesdir. Ona görə hələ bunun digər məsəl üçün tərəfləri var ki, o bazarlıqlı olma niyə etik tərəfindən çox bağlıdır. Ortalığa çıxır ki, ola bilər loru dildə deyək ki, vəkil suyular. İşi yaxşı araşdırmaz, adama qiymət deyər, bunun perspektivi çoxdur. Adam da götürər, xidmət haqqını ödəyər və məhkəmədə uduzar. Pulu çoxalmaq üçünmü və yaxud da belə deyək də məqsədi pulu çoxalmaq deyildi. Əslində işi tam araşdırsaydı heç ola bilsin ki, şəxs bu işi həll eləməyəcəkdi. Necə həll eləyəcəkdik? Barışıqla. İşi yaxşı araşdırsaydıq. Düz deyil. Ortalığa nə çıxardı? Burada perspektiv yoxdur. Olsa da bu perspektiv, bu ədalət gec əldə olunacaq. Neyiniyək? Bəlkə barışaq. Bəlkə başqa bir yol tapaq burada. Bəlkə hüquq heç bunu tənzimləyənməyəcək, tərəflərin özləri tənzimləsinlər. Ona görə biz o işi çox da korlaya bilərik. Necə korlaya bilərik? İşi tam araşdırmadan götürə bilərik, məhkəmədə apara bilərik, uduza bilərik və ondan sonra da qarşı tərəflə prinsip apardığımıza görə o ümumiyyətlə barışmaz. Amma işin əvvəlində bəlkə barışardı. Bəlkə deyək ki, bir işdə biz deyək ki, 2 ev yox, 1 ev əldə edərdik. 1 ev yox, onun yarısını əldə edərdik. 10.000 manat yox, 2.000 manat əldə edərdik. Amma bunu biz yaxşı araşdırmadığımıza görə, deyək ki, o əldə eləmək istədiyimiz, bir hissəsinə ümid elədiyimiz dəyərdən də məhrum olacağıq. Sonra da barışıq əldə olunmayacaq. Və yaxud da, məsəl üçün, ümumiyyətlə, hüquq peşəsi, hocam, həddən artıq vəkillik peşəsi etik tərəf baxımından çox çətin bir peşədir. Yəni, niyə çətin peşədir? Həm etika, həm psixologiya, hər ikisi. Əlbəttə, burada pul, belə deyək, pulla təklif olunan xidmət haqqı ilə biz hər an rastlaşırıq. Və kim pulla imtina eləyər ki? Kim ona verilən xidmət haqqıdan imtina eləyər ki? Amma həm də vəkillik ona görə ictimai təsisatdır ki, qeyri-dövlət, amma ictimai təsisatdır. Həm də nəzarət olunan təsisatdır. Hər bir vəkilin özünün kollegiyası var, daxil olduğu assosiasiyası var, məsuliyyəti var, etik qaydalara riayət olunmalıdır. Ondan şikayət olunsa, təsdiqini tapsa, vəkilliyi qadağan oluna bilər. Vəkillik fəaliyyəti müəyyən müddətə məhdudlaşdırıla bilər. Bax, bu sərbəstliyə görə, yəni bu sərbəstliyə görə bu cür vəkilin intizam məsuliyyəti var, təşkilati məsuliyyəti var. Niyə? Çünki vəkil həm də çox sərbəstdir, həm də həddən artıq spesifik sahədir, vətəndaş başa düşməyə bilər, aldana bilər. Vətəndaşı aldatmaq çox rahat ola bilər. 2 cür aldatmaq olar. Həm şuuru sürətdə, həm də vəkilin etik prinsiplərə riayət eləməməsi, işi tam araşdırmamasına görə, yaxşı çalışmamasına görə, zəhmət çəkməməsinə görə vətəndaşdan artıq pul alır. Heç almamalı idi əslində o pulu. Nəticədə nə olur? Hər ikisi etik qaydanın pozulması. Düzdür, biri daha çox cəzalandırılmalı. Çünki onun məqsədi, işin perspektivi yox idi. Yalandan söz verir. Ümumiyyətlə söz vermək olmaz vəkillikdə. Bu da çox önəmli bir məsələdir. Niyə? Çünki qarşı tərəfin də vəkili var. Ən bəsit sual. Çünki qanunvericilikdə nə qoyulubdur? Məhkəmə neçə mərhələdən ibarətdir? Rayon məhkəməsi və yaxud da deyək ki, digər ixtisaslaşdırılmış birinci instansiya məhkəməsi. Orada tərəflərdən biri uduzdursa, digər tərəf, uduzan tərəf apellyasiya verə bilər, apellyasiya məhkəmələri. Apellyasiyadan da, apellyasiyanın qərarından da hansısa tərəf narazı qalması ali məhkəməyə veriləcək yerə. Deməli, 3 mərhələli sistem var. 3 mərhələli sistem onu göstərir ki, necə qarantiya vermək olar. Elə dövlətin özü deyərdi ki, bir məhkəmə ilə, misal üçün deyir, hər şey bitdi də, düz deyil. Burada qarşı tərəf var, sübutlar məsələsi var, hakimlərin yanaşmaları var, məsələləri var. Eyni zamanda belə deyək də, təkcə sübut, hakimin yanaşması, qarşı tərəfin mübarizəsi yox, həm də qanun var. Deyir, o qanun sərt olsa da qanundur. Yəni, bu məsələlər var. Bunlardan asılı olaraq
iş ya udulur, ya uduzulur, ya da barışıq Aydın. bağlanılır da. Bu məsələyə görə vəkil işi perspektivlə hər bir halda işi udacam deyə vətəndaşı aldatmamalıdır. Aydın. Bu artıq aldatma sayılır. Təbii. Vanq mən bayaqki suala cavab vermədiniz. O dediniz ki, reklam məsələsinə görə. Onda sualı başqa cür qoyuram. Mənim məqsədim var sualdan. Baxın, son 10 ildə və ondan əvvəlki 10-15 ili biz müqayisə edək. Bəli. Vəkillik sahəsində inkişaf varmı? Vəkilliyin inkişafı nə deməkdir? Məqsədimi izah edeyim sualıma. Vəkilliyin inkişafı, yəni vəkilin dəyəri artıbmı? Vəkilin funksiyası artıbmı Azərbaycanda? Artıbsa nə səviyyədə artıb? Bu sizi qane edirmi? Ətrafınızdakı dostlar, vəkil dostlarınızın bir insanın haqqını müdafiə edib məhkəmənin udması halları çoxalınmı? Deməli, əlbəttə bu sahədə son deyərdim ki, 2017-ci ildən başlayaraq vəkillik hüquq subyektləri, hüquq təsisatları arasında ən dinamik inkişaf edən sahədir. Aha. Hüquq sahələri arasında, yəni hüquq subyektləri arasında, təsisatlar arasında ən çox inkişaf edən sahədir. Yəni vəkillik həm institusional baxımdan, təşkilati baxımdan dəyişibdir, həm qanunvericilik baxımından dəyişib, həm də vəkillərin özləri də çox gəncləşibdir. Bu təbii ki, 2017-ci ildən başlayaraq vəkillər kollegiyasında mən bunu həmişə səmimi demişəm. Yəni bunu ola bilər bəzi adamlar belə deyək, bizim hansısa bir deyək ki, süni sürətdə vəkillər kollegiyasını reklam etmək kimi yozarlar. Amma mən bu məsələdə səmimiyəm. Yəni tam səmimiyəm. Yəni nə mənada? Çünki bunu biz görürük. 2017-ci ildən başlayaraq vəkillər kollegiyasında bir çox islahatlar həyata keçirildi. Yəni məsələn, əvvəla vəkilliyə qəbul qaydaları çox dəyişdirildi. Yəni vəkilliyə birinci testdən keçirik. İkincisi müsahibə verib keçirik. Müsahibə əvvəllər, yəni 2017-yə qədər də səhv eləmirəmsə, daha çox müsahibə komissiyasının üzvlərinin yəni həmin anda onlarda yaranacaq suallarından asılı idi. Məsələn, komissiya deyək ki, müsahibə edir, vəkilliyə namizədir. Deyək ki, hakimdir, komissiyanın üzvlərindən bir qrup hakim olur. Və yaxud hüquq alimidir. Deyək ki, özünü rastlaşdırır, həmin anda ağlına gələn sualı verir. Yaxşı mənada, məsəl üçün, deyir ki, tutaq ki, iddia müddəti keçəndə borc tələblərində vəkil neynəməlidir və ya iddia müddəti borc tələblərində hansı müddətdə keçmiş sayılır. Amma 2017-ci ildən başlayaraq müsahibə mərhələsində qabaqcadan suallar hazırlandı. Hamıya da suallar verilməyə başladı. Deyək ki, bir müsahibə dövrü var, orada bir neçə sual hazırlanır. Bu suallar hamısı elmi, hüquqi əsaslandırılmış və gələcəkdə vəkilin özünü vəkil kimi təsdiq etməsi üçün və bacarıqlı olması üçün verilən qabaqcadan standartlaşmış suallar idi. Bu çox böyük dəyişiklik deməkdir. Yəni namizəd bilir ki, gedəcək qabaqcadan oxuduğu, hazırlaşmalı olduğu sahələr var, onu hazırlaşmalıdır. Ona uyğun da suallar düşə bilər və bu standart suallardır. Müsahibə komissiyasının üzvlərinin həmin anda onlarda meydana gələn sualları deyil. İkinci məsələ, vəkillərin sayı görünməmiş dərəcədə artdı. Yəni artıq indi 2000 səhv eləmirəmsə 600 vəkil var. 2017-də heç 1000 vəkil yox idi. Allah. Düzdür, bu da çox azdır. Zaman-zaman kollegiya bu sayı çoxaltmaq. Nə qədər lazımdır bizim cəmiyyətdə? Yəni mən hesab edirəm ki, 4-5 min vəkil lazımdır ən azından. Bəli, bu say çoxaldı. Üçüncüsü, vəkillər gəncləşdi. Məsəl üçün, mən yadıma gəlir bir Facebookda bir hüquq ağsaqqalları, yəni hüququ daha çox bilən, hüquq sahəsində müəllim olan, hamımızın etimad elədiyimiz bir şəxslə bizim bir mübahisəmiz oldu. Mən hansısa bir gənc vəkil idi, onunla məhkəmədən çıxanda elə bir onu kəşf elədim. Bunu daha çox siz deyirsiniz. Məsələn, mən filan kəsi kəşf elədim da. Onu mən kəşf elədim, gördüm müəllim, mən bundan öyrənirəm. Çox cavandır. Bəli, 1987-ci ildə, 88-ci ildə, mən 82-ci ildə, mən bundan öyrənirəm. Bu yeni
metodları bilir vəkillikdə, yeni üslubları bilir, çox zəhmətkeşdir, adamın özünə motivasiya verir. Mən ondan öyrənirdim, açıq öyrənirdim. Mən ondan məsələn, deyək ki, öz şəklimi paylaşdım profilimdə. Buna bir çox narazılıqlar gəldi ki, niyə bəs uzun illərin, yəni hüquqşünası, mən 2007-dən 9-cu, 8-ci ildən, 7-ci ildən professional hüquqşünaslıqla məşğulam. Nə üçün bunu belə təbliğ elədin? Bu əslində təvazökarlıqdır. Mən orada mübahisə edəndə dedim ki, vallahi bu təvazökarlıq deyil. Bu şəxs doğrudan da öyrənilən adamdır. O şəxs indi Azərbaycanda yerdə vəkilliklə məşğuldur. Azərbaycanda vəkilliklə məşğuldur. İndi məsələ nədir? Məsələ budur ki, ona mən qayıdıram. Deyilsə bacarıqlı. Bax, o islahatlar sayəsində gənc vəkillər gəldi. Bu bilik elə bir şeydir ki, bu kasta sistemi ilə deyil ki, məsələn, ölkədə 5 nəfər hüquq sahəsində bilikli, həkim sahəsində bilikli, fəlsəfə sahəsində bilikli adam varsa, bunlarla qurtarır məsələ. Bunlarla yox. O qədər şəxslər, perspektivli adamlar çıxır. Gənc baxırsan, gənclərdir, Amerikanın, Avropanın hüquq kitablarını oxuyur, gedir orada oxuyur universitetləri, öz üzərində hər gün işləyir, öyrənir, yazır, pozur. Baxırsan ki, elə hüquqi müdafiələr qurulur ki, biz heyran oluruq ona. Bax, bu, yenə deyirəm, vəkillikdə inkişaf baxımından o gənclərin sayının, həm vəkillərin sayının çoxaldılması, həm də gənclərin sayının çoxaldılması oldu. Bir də dördüncü məsələ, məsəl üçün, mən çox hesab edirəm ki, vəkillikdə institusional inkişaf baxımından qeyd olunmalı məsələ də bu olmalıdır ki, mənə görə qeyd olunmalı məsələ bu olmalıdır ki, vəkillik daha çox səhmana salındı. Yəni, məsuliyyət baxımından, intizam baxımından. Birincisi, məhkəmədə hüquqşünaslığı ancaq vəkillər edə bilərsiniz. Bu qayda çıxdı. Yəni, o nümayəndəlik institutu məhdudlaşdırıldı. Əvvəl hər bir şəxs istəyir hüquqşünas olsun, istəyir qeyri-hüquqşünas olsun. Tutaq ki, mülki kommersiya inzibati işlərdə gedirdi, hüquqi problemi olan şəxsdən etibarnaməni notariusda alırdı, müdafiə edirdi həmin şəxsi. Vəkil olmasa da. Vəkil olmasa. Amma sonra bu demək olar yığışdırıldı. Qanunla yığışdırıldı. Ancaq vəkil müdafiə ilə məşğul ola bilər. Bunun üstünlüyü nə oldu? Bunun üstünlüyü oldu ki, birincisi, ancaq hüquqşünaslar və nəzarət oluna bilən xüsusi mərhələlərdən keçib hüquqi müdafiə layiq görülən şəxslər müdafiəni həyata keçirə bilərlər. Keyfiyyət dəyişikliyi, peşəkar hüquqi yardım dəyişiklikləri oldu. İkincisi, onların məsuliyyəti var. Çünki vəkil bir kollegiyanın üzvüdür. Onun intizam məsuliyyəti var. Vəkil hansısa bir, bayaqdan danışdıq, peşə etikası problemlərinə yol verirsə, deyək ki, qanun pozuntusuna yol verirsə, o qorxur. Bilir ki, sabah ondan şikayət oluna bilər. Kollegiyanın intizam komissiyasında onun məsuliyyətə cəlb oluna bilər. İşi araşdırırlar və sonunda onun işi verirlər rəyasət heyətinə. Rəyasət heyətdə pozuntu tapsa, ona töhmətdən tutmuş, vəkillikdə fəaliyyətinin müvəqqəti dayandırılmasına qədər, eyni zamanda kollegiyanın çıxarılmasına qədər intizam cəzaları verə bilər. Bax, bu digər dəyişir. Burada da istər-istəməz, yəni vəkil bacarıqlı olmalıdır da. Yəni bu da bir bacarığın başqa bir meyarıdır da. Bu meyarlara əməl eləməlidir ki, bacarıqlı olsun və bundan başqa məsələn uzun müddət, yəni 2017-dən başlayaraq vəkillər kollegiyasında mütəmadi təlimlər keçirilməyə başladı. Bax, elə bu da sizin sahədir. Yəni, qocaman vəkillər, hüquq alimləri, hüquq professorları, məsəl üçün, təcrübəli və savadlı hakimlər başladılar vəkillərə təcrübə ilə bağlı təlimlər keçməyə, hüququn ayrı-ayrı sahələri, vəkillik bacarıqları, vəkilliyin etika məsələləri başladılar bu barədə silsilə təlimlər keçməyə və bu təşkil olundu. Təbii ki, vəkil də istər-istəməz bu təlimlərdən keçirsə, onun bacarıqları artır, qabiliyyəti artır bu məsələlərdə və biz hesab edirik ki, bunun nəticəsində Azərbaycan vəkilliyi bir institusional şəkildə inkişaf elədi və vəkilliyin hörməti artdı. Məsələn, bir çox insanlar əvvəllər, məsəl üçün, hüquqşünasa sual veriləndə ki, nə olmaq istəyirsən, 10 il bundan əvvəl vəkil deyən yox idi. Amma indi 5 namizəddən 3-ü vəkil olmaq deyir ki, mən vəkil olmaq istəyirəm.
Və təbii ki, bu sayı çoxalsa keyfiyyəti də çoxalacaq. Bəli. Və sona yaxınlaşırıq. 2 dənə məsələyə işarə elədiniz. O mənim yaralı yerimdir. Bəli. Birinci kitab oxumaq. Bəli. Dediniz ki, o gənc 88 təvəllüdlü vəkil dostumuz kimdirsə, Bəli. buradan salamlayırıq onu. Bəli. Çoxlu kitab oxuyur. Vamiq müəllim, mən düşünürəm ki, əstəğfurullah, mən kiməmi, yəni də o işarə vəziyyət kimi. Bəli. Hansısa ölkədə təhsil almaq əsas şərt deyil. Əsas şərt yaxşı kitabları diqqətlə oxumaqdır. İlahi, nə gözəl kitablar yazılıb. Bütün sahələrə aid. Bəli, bəli. O cümlədən hüquqa aid, Hüquqa o cümlədən vəkilliyə mənim ixtisasım fəlsəfədə, indi hüquq fəlsəfəsi də mənə aiddir təbii ki. Bal kimi kitablar oxuyursan, insan o qədər zənginləşir. 300 səhifəlik kitabda 30.000 səhifəlik sənə material verir. Bax, elə kitablardan danışırıq. İndi bir nəfər də çıxır deyir ki, mən kitab oxumuram. Siz onu ciddi qəbul edərsiniz? Əlbəttə ki, bu mümkün Mən çoxdan da artıq kitab oxumağı qoymuşam kənara. Yox, bu qeyri-ciddi yanaşmadır. Qeyri-ciddi yanaşmadır. Əzizim, yaxşı vəkil olmaq istəyirsən, yaxşı hüquqşünas olmaq istəyirsən, zəhmət çəkməlisən. Necə? Yəni, bu sahənin mütəxəssisləri var dünyada. Oxumalısan onu. Artıq bitmiş yol var, nəinki gedilmiş. Yəni, insan özündən bir möcüzə vəkillik, hüquqşünaslıq sahəsində kəşf edə bilməz. Bəli. Elə sözlər deyilib ki, vəkillikdə, yəni biz yenidən nəyi yaradacağıq da? Yəni əksər başlayanlar üçün, misal üçün deyirəm, yəni biz bu kitabları oxumadan və daimi oxumadan, biz irəliyə gedə bilmərik. Deməli, üzr istəyirəm, burada deyim, vəkil olmaq istəyən dost, əzizim, bu təkcə vəkilliyə aid deyil, bütün ixtisaslara aiddir. 2 dənə yol var. 1. Yaxşı kitabları bu sahədə, dünyada yazılmış yaxşı kitablar, Azərbaycanda yox, dünyada. Girirsən Həzrət Google-da search edirsən, Həzrət Google. Bəli, yaxşı deyirsən. Search edirsən, tapırsan və yaxud Həzrət ChatGPT-yə müraciət edirsən, bu sahəyə aid ən yaxşı kitablar hansılardır? İndi 3-4 dənə mənbəyə müraciət edirsən, tapılır. Metodu budur. Tapırsan, tapdın. Yaxşı. 3 dənə, 5 dənə, 10 dənə, 20 dənə, 50 dənə, maksimum 50 dənə olar da. Maksimum 50 dənə. Yaxşı kitablar. Bəli, o hər sahəyə. Bu birinci mərhələ, tapdın, kompüterindədir və yaxud kitabxanandadır. İkinci mərhələ, oturub diqqətlə oxumaq. Mən bəzən, Vamiq müəllim, bir saata cəmi bir səhifə oxuya bilirəm. Bir saata cəmi bir səhifə. Hə, yəni bunu başa düşmək, anlamaq. Məsələn, 2 saat otururam, tutaq ki, 2 səhifə, 3 səhifə oxuyuram, 2 saat yarıma. Oxuyuram, o 3 səhifə o qədər dolu olur. Bax, həmən kitabların xüsusiyyəti budur, dolu. Material doludur, hər cümləsində təzə informasiya verir. Oxuyuram, axı bu 3 səhifədə mən 5 dəfə mənə başıma danq. Baba, belə elədir. Bu nədir? Tok vurdu məni. Bu 5 dəfə tok vurmaları mən yığıb-yığışdırmalıyam axı. Bəli, düz deyirsən. Qoyub gedə bilmərəm. Qayıdıram təzədən əvvələ. Ona görə o qədər çoxdur. Təzədən oxuyuram, təzədən əvvələ. Amma o 3 səhifəni, 4 səhifəni, 5 səhifəni ki oxudum, 3 saatım, 4 saatım getdi. Oxuyandan sonra onun mən xülasəsini çıxardıram. Bir daha o 3-4 səhifəyə qayıtmıram. O xülasəni oxuyuram. Hə, sonra özünüz inkar edirsiniz. Artıq emal olunur. Emal olunur, düşünürəm, onu yerləşdirirəm. Əzizim, yolu budur. Filan kəs niyə görə yaxşı vəkildir? Daydayısı var, xeyr, yığışdıraq bu dayday söhbətini. Ona görə ki, çox oxuyur, dəyərli kitablar oxuyur və yaxşı düşünə bilir, təhlil edə bilir. Sonuncu sual. Hüquq sahəsində təhsil alan tələbələrə tövsiyəniz. Sizin haqqınız çatır buna. İnanırsınız, tam içimdən gəlir ki, bunu deyim. Elə bax, birinci o sizin müəllim dediyiniz sözdən başlayayım ki, həqiqətən hüquq tələbələri çoxlu kitab oxumalıdırlar. İkinci məsələ, hüquq bədii, hüquqa dair bədii kitabları. Məsələn, cinayət və cəza. Bəli. Və kinoları,
filmləri izləməlidirlər. Bəli. Yəni onu düz deyirsiniz. Sosial şəbəkələrdə, Google-da, ayrı-ayrı saytlarda o qədər hüquqa aid bədii ədəbiyyatlar, o qədər kitablar, o qədər kinolar, Bəli. kinolar var ki, adam onları baxır, yalnız sizin dediyiniz kimi bir özündə siyahı tutmalıdır. Hətta Google-da siyahılar da var. Məsələn, 10 ən yaxşı hüquq kinosu, 10 ən yaxşı vəkil kinosu, 10 ən yaxşı məhkəmə kinosu belə var və 10 ən yaxşı hüquq kitabı. Məsələn, onları yaxşı oxumalıdırlar. Çünki məsəl üçün Amerikada hüquq təhsilində səhv eləmirəmsə, belədir. Hüquqşuna, vəkil yalnız birinci ali təhsili olan şəxslər ola bilər. Hüquqşünas. Çünki onlarda söz ehtiyatı, həyatı dərk eləmək, dünyanı anlamaq, problemi anlamaq birinci ali təhsili qutaran adama müəssər olur. Doğrudan da elədir də. Bəli. Və bədii ədəbiyyatda bax bizə bir növ birinci bədii ədəbiyyat kinolar və bayaq dediyi kitablar bizə bunu verir. Yəni vəkil əsasən nə edir? Yaxşı düşünür, təhlil edir. Bunu o bədii ədəbiyyatı oxumaqla, hüquq kitablarını oxumaqla daha yaxşı mənimsəmiyorlar. Avstriyalı vəkildə Poirot. Bəli. O seriallar var. Bəli, bu dedektiv. Yəni Agatha Christie. Məsəl üçün eyni zamanda o mən niyə deyirəm kinolar, ədəbiyyatlar, o və ya hüquq serialları hüquqşünas kimi formalaşır insan. Görür ordadırmı bu? Yəni o sevir o peşəni. Aysun. Yəni o yaşayır onu. Bəli. O hissləri keçir yaşayır. Digər mən məsəl üçün tövsiyə eləyirəm ki, sosial fəaliyyətlərdə aktiv iştirak eləsin. İstəyir hüquq, istəyir qeyri-hüquq. Məsəl üçün bütün təlimlərdə, seminarlarda, tədbirlərdə indi məsəl üçün ödənişsiz tədbirlər çoxdur. Vəkillər kollegiyasının məsəl üçün keçirdiyi tədbirlər, qeyri-hökumət təşkilatlarının keçirdiyi tədbirlər, sizin məsəl üçün keçirdiyiniz tədbirlər və yaxud da verilişlər, onlara çox baxsınlar. Həm də orada sosial əlaqələr formalaşır. Bir hüquq tələbəsi insanlarla necə ünsiyyət saxlamaq lazımdır, necə tanınmaq lazımdır, gələcəkdə işçi kimi görünə bilər orada təlimlərdə iştirak edən adamlar üçün, tədbirlərdə iştirak edən adamlar üçün. Digər tövsiyə odur ki, onlar məsələn xarici dillərdən birini, xüsusən ingilis dilini öyrənsinlər. Bu çox vacib məsələ ki, hüquq dünyasına, istənilən bir dünyaya açar ingilis dili ilə başlayır. Yəni dünyanın bu dili ingilis dilidir. Bununla başlayır. Bu çox önəmli, həddən artıq məsələlərdir. Növbəti məsələ o bayaq dedim ki, yəni hüququn dili hakimin dilidir. Ona görə tələbələr istənilən bir hüquq problemi. Bu məsələ tutaq ki, misal çəkirəm də alimentin artırılması. Hüquqşünas onu universitetdə oxuyanda onu qeyri-adi yad bir mövzu gəlir. Həm düz ailə məcəlləsində də misallar çəkilir ki, aliment necə artırılır. Amma o məhkəmə qərarlarını oxumasa alimentin artırılmasına dair bir 20 dənə ayrı-ayrı hüququn sahələrinə, problemlərinə, institutlarına, maddələrinə dair başa düşməyəcək, anlamayacaq. Ona görə də məsəl üçün hüquqda məhkəmə qərarlarını oxumaq həddən artıq önəmlidir. Bunu ümumiyyətlə vəkillər belə, hətta indi bir dəqiqə Ali Məhkəmə belə bir məsələ çıxardıbdır. Hüquqda üsulduzlu qərarlar var Ali Məhkəmənin. Yeni təcrübə yaradırsa, yeni yanaşmalar ortalığa qoyursa, o qərarlar dərc olunur. Hakimlər də ona bəzən istinad edir, vəkillər də ona bir çox hallarda istinad edir. Bir də nəhayət hüquq praktikası önəmlidir. Biz yəni universiteti hüquq qutaranda biz elə bilirdik ki, hüquqşünaslıq. İşləməyə başlayanda gördük ki, fərq tamamilə çoxdur. Yəni biz hüquqşünasa tam yad bir adamıq. Yəni biz iddia ərizəsini görmədik oxuyanda, məhkəmə qərarını görmədik, məhkəmə bu da bizim görmədik. Təhsil problemimizdir də. Bəli, təhsil problemimizdir. Ona görə də hüquqşünas təcrübə keçməlidir. Təcrübə də indi müəllim o qədər geniş yayılıb ki, o bəzən hüquq tələbələrinə deyirəm ki, siz xoşbəxtsiz, onları motivasiya eləmək üçün həm də biz bədbəxtik, yaxşı mənada deyirəm. Çünki biz sizin dövrünüzdəki hüquq nemətlərini görməmişdik. Məsələn, təcrübə keçmək. Bax, təcrübə formal idi. İndi isə, məsələn, Ali Məhkəmənin, Vəkillər Kollegiyasının təşkil elədiyi təcrübə proqramları var ki, demək olar hər bir hüquq tələbəsi, 2-ci, 3-cü, 4-cü kursda oxuyan bir dənə ərizə yazıb, müraciət eləsə bu təşkilatlara, onlar üçün hüquq təcrübəsini yaradacaqlar. Harda? Hüquq bürolarında, harda məhkəmələrdə, harda hüquq şirkətlərində, harda dövlət orqanlarında. Sizin də yəqin tələbələriniz var. Əlbəttə. Yəni, bax, hesab edirəm ki, bu
yəni sahələrdə dediyimiz, qeyd elədiyimiz, yəni bunu biz demirik, bunu təcrübə deyir bunu. Bu məsələlərə riayət olunsa, mütləq şəkildə hüquqşünaslar, yəni hüququ qutaran insanlar bu təcrübədən, bu dediklərimizdən, deyilənlərdən keçsə, təbii ki, o çox samballı hüquqşünas olacaq. İstəyir bu müstəntiq ola bilər, hakim ola bilər, vəkil ola bilər, fərqi yoxdur. Təşəkkür edirəm Vamiq müəllim. Xoş oldu. Xoş oldu. Gəldiniz, bizə zaman ayırdınız. Sizdən çox şeylər öyrəndik. Mən öyrəndim. Estağfurullah. Bizi dinləyənlər öyrəndilər. Buna əminəm. Nə yaxşı ki, varsınız. Çox çətin bir sahədə çalışırsınız. Sizə və əziz Azərbaycanımızın bütün dəyərli zəhmətkeş fədakar vəkillərinə yorulmayasınız deyirik. Çox sağ olun, minnətdaram. Uğurlar olsun sizə və bütün həmkarlarınıza. Təki bizim hüquq sistemimiz inkişaf etsin. Çünki hüquq nə qədər inkişaf edirsə, dövlət və cəmiyyət bir o qədər inkişaf edir. Bir mənalı olur. Bəli, hüquqsuz, düzgün hüquqi sistem olmadan inkişaf etmiş mütərəqqi dövlətdən və cəmiyyətdən söhbət gedə bilməz. Bəli. Sağ olun müəllim, minnətdaram. Sağ olun, minnətdaram mənə dəvət etdiyinizə görə. Təşəkkür edirəm. Dostlar, siz də sağ olun, bizi dinlədiniz. Xüsusilə hüquqla məşğul olan dostlar, dəyərli tələbələr mütləq bu verilişi izləsinlər, dönə-dönə izləsinlər və qeydlərini götürsünlər. Bizi izləmədə davam edin. Sağ olun, Allah'a emanet qalın. Hacı Şahi, imtina edilmeyecek teklif.